Depressiya hormonlarla əlaqəli ola bilərmi? Əlbəttə ki, depressiya hormonal pozğunluqlarla əlaqədar ola bilər. Qalxanvari vəznin hormonal pozğunluğu nəticəsində hipo və hiperfunksiyası nəticəsində depressiv hallar müşahidə olunur. Belə xəstələr daha çox yatmağa meyilli olurlar, yuxu pozğunluğu müşahidə olunur, ruh düşkünlüyü qeyd olunur. Eyni zamanda bu tip xəstələrdə tez-tez depressiv əlamətlər qeyd olunur. Eyni zamanda depressiya halı müşahidə olunan xəstələrdə piylənmə halı tez-tez müşahidə olunur. Belə xəstələr əhval-ruhiyyəni artırmaq üçün çoxlu qidalanmağa meyilli tuturlar. Daha çox şirin qidalar, karbohidratlarla zəngin qidalar, şokolad və konfetlərdən istifadə olunurlar. Bu da piylənməyə gətirib çıxarır. Depressiya insanlarda, həm qadınlarda, həm kişilərdə sonsuzluğa gətirib çıxarır. Depressiyası olan qadınlarda estrogen səviyyəsinin aşağı düşməsi, kişilərdə isə testosteronun aşağı düşməsi nəticəsində sonsuzluq, cinsi həvəssizlik, istəksizlik, erektil disfunksiya kimi hallar müşahidə edilə bilər.